Salam hörmətli həmkarlar. Bizim bugünkü verilişimiz tarix fənninə həsr olunub. Biz bugün Ramil Tanrıverdinin təqdimatında Azərbaycan Xalq Cümhuriyyəti mövzusu və ona dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Ramil müəllim. Salam. Ramil müəllim, sizdən xahişimiz Azərbaycan Xalq Cümhuriyyəti mövzusuna dair müxtəlif məlumatların çatdırılması və həmçinin test tapşırıqlarının izah olunması ilə əlaqəlidir. Buyurun. Çox sağ olun. Birinci olaraq onu nəzərə çatdırmaq istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin ən parlaq, şərəfli səhifələrindən biridir. Bildiyimiz kimi uzun müddət Çar Rusiyasının işğalından sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulması bizim tariximizdə xüsusi yer tutduğu üçün müxtəlif demək bu mövzu ilə bağlı olan suallardan geniş şəkildə istifadə olunur. İndi bizim əsas məqsədimiz Xalq Cümhuriyyəti ilə bağlı olan mövzulara niyə bu qədər diqqət edirik? Çünki daha geniş yer verilib Azərbaycan tarixi hissəsində və bunun üçün də testlərin hazırlanmasında xüsusi bəzi kilit nöqtələr var. Onları indi diqqətə çatdırmaq istəyirəm. Biz Azərbaycan Xalq Cümhuriyyətinin idarə etmə formasını, onun istiqlal bəyannaməsinin olan maddələrdən artıq bilirik və testlərin hazırlanmasında, xüsusi test tapşırıqlarının hazırlanmasında əsasən bütün nüansları diqqət eləməliyik. Onlardan biri bilirik ki, Azərbaycan Xalq Cümhuriyyəti demək ki, qanunverici hakimiyyəti müəyyən dövrlərdə həm Milli Şurada, həm parlamentdə və bu iki dövrün aralıq dövründə müəyyən tarixi səbəblərə görə ikinci hökumət kabineti də bu fəaliyyəti göstəribdir. Bizim əsas diqqət eləyəcəyimiz hazırlanan testlərdə bu nüanslara diqqət eləmək lazımdır. Onların həm hazırladığımız bu cədvəldə, bu sxemin içərisində onların rəhbərləri də göstərilib, onlara da xüsusi diqqət eləməliyik. Bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyəti Tiflis şəhərində elan olunub və Milli Şuranın fəaliyyəti də məhz oradan başlayır. Amma Milli Şuranın biz fəaliyyətini tarix dərslərində və yaxud tarix dərslərimizdə iki hissəyə bölürük. Onlardan biri onun birinci fəaliyyət dövrü və ikinci fəaliyyət dövrü. Bu da niyə bu qədər önəmlidir? Çünki test tapşırıqlarında test müəlliflərinin xüsusi diqqət yetirdiyi əsas mövzulardan biridir ki, burada həm dövrləşməyə diqqət eləməliyik, həm də xüsusi demək hökumətlə fərqli xüsusiyyətlərinə diqqət eləmək. Səbəb nədən ibarətdir? Çünki hər bir müdavim abituriyentlərdə olduğu kimi istər-istəməz müəllim də Milli Şuranın hansı fəaliyyətlə məşğul olduğu, onun səlahiyyətlərinə nələr daxil olduğunu xüsusi demək ki, bilməlidir. Milli Şuranın hər iki fəaliyyət dövründə ona rəhbərlik eləyən Məhəmməd Əmin Rəsulzadə idi və buna da əsasən daha çox diqqət edirik. İkinci hökumət kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 5 hökumət kabinetindən daha çox tədbirlər görənlərdən biridir. Həm də ikinci hökumət kabinetinin qarşısında çox böyük tarixi bir səlahiyyət verilmişdir ki, o müəyyən müddət ərzində həm də qanunverici səlahiyyətləri yerinə yetirdi. İyun böhranı kimi tariximizə düşən bu hadisələrdən sonra Milli Şura öz səlahiyyətlərini müəyyən müddətdə icra etməsi üçün qanunverici səlahiyyətlərini ikinci hökumətə təqdim eləmişdir. Ona görə də biz test hazırlanmasında və yaxud testlərin yazılmasında bu nüanslara diqqət edirik. İkinci hökumət kabinetinin özünün fəaliyyət dövrü iyun ayından dekabr ayına qədər parlamentin fəaliyyətinin başlamasına qədər gedir. Ancaq ikinci hökumətin qanunverici fəaliyyət dövrü biraz qısadır. Çünki Milli Şura öz fəaliyyətini yenidən bərpa etdiyi zaman 16 noyabrda artıq onun bu qanunverici səlahiyyəti başa çatır. Azərbaycan parlamenti də bildiyimiz kimi 1918-ci ilin 7 dekabrından dövlətin süqutuna qədərki dövrdə fəaliyyət göstəribdir. Onun fəaliyyəti dövründə bir sıra qanunverici tədbirlər görülübdür. Düzdür, Əlimərdan bəy Topçubaşov onun sədri olsa da onun fəaliyyətində çox da böyük vaxt sərf eləyə bilmədi. O, bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün Parisə göndərilən nümayəndə heyətinin tərkibində idi. Onun müavinləri bu vəzifəni onun adından icra eləyirlər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətləri 5 dəfə demək ki, dəyişilibdir. Yəni 5 hökumət yaradılıbdır. Onlardan birinci və ikinci və üçüncü hökumət kabinetlərinə Fətəli xan Xoyski rəhbərlik eləyir. Dördüncü və beşinci hökumət kabinetlərinə Nəsib bəy Yusifbəyli rəhbərlik eləyir. Ona görə də bu hökumətlərin tədbirlərinə və onların rəhbər şəxslərinin hansı səlahiyyətə malik olduqlarına və hansı tədbirlər görülməsinə testlərin hazırlanmasında xüsusi diqqət yetirilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrlərini əsasən 3 dövrə bölüb daha yaxşı öyrənə bilirik. Onun birinci fəaliyyət dövrü
Tiflis dövrüdür. Daha sonra Gəncə və Bakı dövrləridir. Onlar da konkret olaraq müəyyən dövrləri əhatə etdiyi üçün testlərin hazırlanmasında və xüsusən MİQ imtahanlarında və yaxud tələbə qəbulu imtahanlarında və yaxud sertifikasiya imtahanlarında belə bir nüanslara diqqət olunur ki, onların hansı fəaliyyət dövründə hansı tədbirlər görülübdür. Deməli, bu fəaliyyət dövrlərinə bizim hökumət kabinetlərinin əsasən 5-i də iştirak eləyir. Çünki ancaq bir dənə Tiflisdəki fəaliyyət dövründə bizim Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökuməti fəaliyyət göstərib. Digər hər iki, həm Gəncə dövründə, həm Bakı dövründə. Bunları düzdür, Tiflisdən idarə olunsa da paytaxt deyildi, amma Gəncə və Bakı dövrlərini bölünməyinin əsas səbəbi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt şəhərləri olmasıdır. Xalq Cümhuriyyəti dövrünün əsasən daxili və xarici siyasəti və onun mədəni tədbirləri, düzdür, mədəni tədbirlərini də daxili siyasətinə daxil edirik, amma bəzi hallarda isə bu testlərin hazırlanmasında fərqləndirilir. Burada daha çox əsasən nəyə diqqət eləməliyik? Hansı fəaliyyətin, hansı hökumətin dövrünə aid olmasından asılı olmayaraq o dövlət quruculuğu, sosial-iqtisadi, mədəni və xarici siyasət tədbirlərindən seçilirlər. Bunu bizim tarix müəllimlərimiz artıq kifayət qədər çox mənimsəyiblər, çox yaxşı bilirlər, ona görə də diqqətlidir. Biz sadəcə olaraq bir xatırlama ilə bunları yenidən nəzərə çatdırmaq istəyirik. Azərbaycan Xalq Cümhuriyyəti bayaq vurğuladığımız kimi 5 hökumət kabineti olmuşdu və biraz əvvəl də dediyimiz həmin bu fəaliyyət dövrləri də hər bir hökumətin özünün fəaliyyətində öz əksini tapmışdı. İndi isə Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə aid əsas istifadə olunan test tapşırıqlarının bəzi nümunələrini biz burada göstəririk. Əlbəttə ki, demək ki, test müəllifləri tapşırıq hazırlayarkən başqa bir formadan da istifadə edə bilərlər. İndi mümkün qədər hansı formadan istifadə oluna bilər deyə biz bir ehtimal irəli sürürük və daha çox istifadə olunan formaları diqqətə çatdırırıq. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin dövlət quruculuğu tədbirlərinə diqqət etsək, burada ikinci hökumətin fəaliyyət dövrünə və onun sırf dövlət quruculuğu tədbirlərinə diqqət eləməliyik ki, biz doğru cavaba daha asan gedə bilək. Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbul olunması, Azərbaycan vətəndaşlığı haqqında qanun bildiyimiz kimi 1919-cu ildə olduğu üçün ikinci hökumət kabinetinin dövrünə aid deyil. Çünki ikinci hökumət kabineti 18-ci il dövrünü əhatə etmişdi. Neft sənayesində xüsusi mülkiyyət prinsipinin bərpa edilməsi, biz elə burada neft sənayesindən, xüsusi mülkiyyətdən danışırıqsa, bunun özü düzdür, ikinci hökumətin fəaliyyət dövrünə aid olsa da, amma sosial-iqtisadi tədbirdir. Bayaqki sxemlərdə biz bunları vurğulamışdıq ki, diqqət olunsun. Ona görə Bakı Xalq Komissarları Sovetinin neft sənayesini və Xəzər Ticarət Donanmasının milliləşdirmə dekretlərinin məhz 18-ci ildə oktyabr ayında ləğv olunmasını burada vurğulanır. Ona görə qısacası bizim doğru cavabımız deyil bu. Bakıda türk dilində ilk böyük kitabxananın açılması, elə kitabxana sözündən biz bilirik ki, bu dövlət quruculuğu yox, daha çox mədəni tədbirlərdir. Azərbaycan parlamentinin yaradılması haqqında qanunun qəbul olunması düzdür, ikinci hökumətin fəaliyyət dövrünə düşür. Çünki 1918-ci ilin noyabr ayının 20-si tarixinə təsadüf eləyir. Amma bu ikinci hökumət kabinetinin dövrünə düşsə də onun səlahiyyətində deyildi. Çünki Milli Şura Milli Şuranın ikinci fəaliyyət dövründə bu qanun verilmişdi. Dövlət bayrağının təsis edilməsi haqqında qərarın qəbul edilməsi ikinci hökumətə aiddir, həm də dövlət quruculuğudur. Bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin 2 dəfə bayraq haqqında qanunu olubdur və bizim doğru cavabımız da burada E bəndidir. Növbəti tapşırığımız Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədəki fəaliyyət dövrünə diqqət edirik. Bayaq ikinci hökumət kabinetinə diqqət elədik. Burada isə artıq 5 hökumət kabinetinin hamısını əhatə eləyə bilər. Ancaq Gəncədə fəaliyyət göstəribsə, təbii ki, Gəncədə fəaliyyət göstərən yalnız ikinci hökumət kabinetidir. Biz bütün hökumətləri yox, sadəcə olaraq bunu işarə eləyir ki, Gəncədəki fəaliyyət dövrünə diqqət eləyək. Müsəlman korpusunun Əlahəddin Azərbaycan korpusu adlandırılması, Azərbaycanda iyun ayında
bildiyimiz kimi Qafqaz İslam Ordusu Bakıya gəlmişdi və bu zaman Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə, Milli Şura ilə Nuru Paşa arasında danışıqlar gedirdi və ordunun komplektləşdirilməsi, yenidən qurulması və Qafqaz İslam Ordusunun bəzi səlahiyyətlər verməsi həmin bizim bu test nümunəsi ilə bağlıdır. Ona görə doğru cavabımız məhz bu Gəncədəki fəaliyyət dövrünə aiddir. Digər deməli cavablar, məsələn, Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin imzalanması Azərbaycan Xalq Cümhuriyyətinin Tiflis dövrünə təsadüf eləyir. Çünki 4 iyunda bizim Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyəti Osmanlı dövləti ilə müqavilə bağlamışdı və Azərbaycan Xalq Cümhuriyyəti rəsmən tanınmışdı. Müəssisələr Məclisində seçkilər haqqında əsasnamənin qəbul olunması Gəncə dövrünə yox, Bakı dövrünə aiddir. Xosrov Paşa bəy Sultanovun hərbi nazir vəzifəsinə təyin olunması birinci hökumət dövrünün hərbi naziri idi. Daha sonra bu səlahiyyət artıq Nuru Paşaya verildi müəyyən müddət. Daha sonra isə hərbi nazir vəzifəsi Bakı dövründə yenidən bərpa olunacaq. Qarabağ General Qubernatorluğunun yaradılması isə Bakıdakı fəaliyyət dövrünə aiddir. 3-cü hökumətin dövrünə düşür. Digər test nümunələrindən biri daha çox istifadə olunan Venn diaqramından hazırlanmışdı. Burada Azərbaycan Xalq Cümhuriyyətinin birinci və ikinci hökumətlərinin müqayisəli təhlili bizdən soruşulur. Mətbuat üzərində senzuranın ləğv olunması, bir dənə onu diqqətə çatdırım ki, daha burada biz sosial, iqtisadi, dövlət, mədəni və yaxud digər tədbirlərə fikir vermirik. Bütün tədbirlərin hamısını bütöv şəkildə götürə bilərik. Mətbuat üzərində senzuranın ləğv olunması ikinci hökumət kabinetinə aiddir. Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunması birinci, ikinci və hətta üçüncü hökumət kabinetinə rəhbərlik edən Fətəli xan Xoyski idi. Ona görə bu bizim ortaq demək ki, bəndimizdir. Baş qərargahın nəzdində əks inqilabla mübarizə təşkilatı bunun heç biri nə birinci, nə ikinci hökumət kabinetinə aid deyil. Batum konferansında AXC-nin Osmanlı dövləti tərəfindən rəsmən tanınması isə birinci hökumətin dövründədir. Bayaqki testdə vurğulamışdıq. Batum müqaviləsindən Azərbaycan Xalq Cümhuriyyəti tanınmışdı. Bütün ibtidai tədris müəssisələrində təhsilin ana dilində aparılması qərarının verilməsi, bu isə deməli əsasən ikinci hökumətə aiddir. Ona görə doğru cavabımız bizim burada A bəndidir. Əslində bu test nümunəsindən də daha çox istifadə olunur. Forma baxımından digər testlərdən fərqlənir. Burada da yenə Xalq Cümhuriyyətinin dövlət quruculuğu, sosial-iqtisadi və mədəni tədbirlərini diqqətdə saxlayırıq. Amma burada isə hökumətlərin hansının dövründə olması bizim üçün o qədər də bu test üçün maraqlı deyil. Çünki bütövlükdə 5 hökumət kabinetini biz burada demək ki, götürə bilərik. Yerlərdə qəza, nahiyə və kənd inqilab komitələrinin yaradılması, ümumiyyətlə kənd inqilab komitələri Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid deyil. Azərbaycan Xalq Cümhuriyyətindən sonra qurulmuş Sovet Rusiyası tərəfindən işğaldan sonra Azərbaycan SSR-ə aiddir. Araz Türk Respublikasının yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid olsa da onun fəaliyyətinə aid deyil. Dövlət bayrağı haqqında qanunun qəbul olunması, bəli, bilirik ki, həm iyun ayında, həm noyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı qəbul olunmuşdu. Birinci qırmızı rəngli ay ulduzla, ikinci isə indi də bizim demək ki, bayrağımız olan 3 rəngli bayraq. Ona görə biz burada birə C-ni götürə bilərik. Sosial-iqtisadi tədbirlərdə Gürcüstan Respublikası ilə hərbi müdafiə paktının bağlanması bu Cümhuriyyətin fəaliyyət dövrünə aid olsa da sosial-iqtisadi tədbir deyil. Ona görə biz onu götürmürük. Bakı-Batum neft kəmərinin bərpa edilməsi doğrudan da belə bir hadisə baş vermişdi. Bakı-Batum neft kəmərindən istifadəyə başlanmışdı. Bu sosial-iqtisadi tədbirdir. Xan, bəy, vəqf və kilsə torpaqlarının kəndlərə paylanması da Cümhuriyyətə aid deyil, Azərbaycan SSR dövrünə aiddir. Mədəni quruculuq sahəsində təhsil müəssisələrinin milliləşdirilməsi Azərbaycan Xalq Cümhuriyyəti tarixində yeganə sahə təhsil idi ki, təhsil sahəsi milliləşdirilmişdi. Məktəblər hamısı dövlət məktəbinə çevrilmişdi. Özəl məktəblərdən imtina olunub, daha çox dövlət məktəblərinə xüsusi verilirdi. Qısacası təhsil pulsuz idi. Dövlət teatrının fəaliyyətə başlaması da mədəni tədbirdir. Konstitusiyaya türk dilinin dövlət dili kimi daxil edilməsi, düzdür, türk dili, Türk-Azərbaycan dili, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili oldu, amma Azərbaycan Xalq Cümhuriyyətinin qısa dövrü, 23 aylıq dövrü onu konstitusiya hazırlanmasına imkan vermədi. Ona görə biz onu götürə bilmirik.
Doğru cavabımız bizim burada A bəndidir. Azərbaycan Xalq Cümhuriyyətinə aid uyğunluğu isə başqa bir formasını görürük. Burada da sosial-iqtisadi, mədəni və ordu quruculuğu bayaqki test nümunəsindən oxşarlıq təşkil edir. Bir fərqi odur ki, burada ordu quruculuğu ayrıca nüans kimi göstərilir. Daha dövlət quruculuğu kimi yox, ayrıca ordu quruculuğu kimi diqqətdə saxlanılır. Sosial-iqtisadi tədbirlər üçün milli pul nişanlarının tədavülə buraxılması Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa müddət fəaliyyət dövründə özünün pullarını tədavülə buraxdı. Azərbaycan Dövlət Bankının milliləşdirməsi, düzdür, 19-cu ildə Azərbaycan Dövlət Bankı yaradıldı, amma milliləşdirmə daha çox Bakı Xalq Komissarları Sovetinə və Azərbaycan SSR-nin fəaliyyətinə aiddir. Bu milliləşdirmə yox idi. Neft mədənləri və zavodların sahibkarə qaytarılması, bu da sosial-iqtisadi tədbirdir. Çünki əvvəlki testdə də biz bu məsələ ilə bağlı danışmışdıq. 1918-ci ilin oktyabr ayının 5-də Azərbaycan Xalq Cümhuriyyəti Bakı Xalq Komissarları Sovetinin milliləşdirmə ilə bağlı dekretlərini ləğv eləmişdi. Neft mədənləri, hətta Xəzər Ticarət Donanması əvvəlki sahiblərinə geri qaytarılmışdı. Mədəni tədbirlər. Birinci Ümumİttifaq Türkoloji Qurultayının çağırılması. Bu qurultay Azərbaycan Xalq Cümhuriyyəti dövründə çağırılmayıb, Azərbaycan SSR dövründə olub, ona görə biz bunu götürmürük. Əlifba İslahat Komissiyasının yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aiddir, həm də mədəni deməli tədbirlər içərisində götürə bilərik. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin köçürülməsi, düzdür, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Firidun bəy Köçərli tərəfindən onun təşəbbüsü nəticəsində köçürüldü Azərbaycana Qori şəhərindən. Ancaq Bakı şəhərinə yox, Qazaxda demək ki, yaradılmışdı. Ordu quruculuğu sahəsində Gəncə hərbi məktəbinin fəaliyyətə başlaması, bu Azərbaycan Xalq Cümhuriyyətində artıq öz hərbçilərini özünü yetişdirməsi baxımından çox diqqətə layiq və təqdirə layiq bir məsələ olduğu üçün daim gündəmdə saxlanılmalıdır. Hərbi hissələr idarəsinin mərkəzləşdirməsi üçün baş qərargah yaradılması, bu da çox xüsusi demək ki, bir hadisədir. O da ordu quruculuğu tədbirlərinə aiddir. Tatar Süvari alayının təşkil olunması da düzdür, Azərbaycanlılardan təşkil olmuşdu, amma Cümhuriyyət dövrünə deyil, 1-ci Dünya müharibəsində Çar Rusiyası tərəfindən təşkil olunmuşdu. Doğru cavabımız bizim burada C bəndidir. Başqa bir nümunəmiz Cümhuriyyətin ikinci hökumətinin fəaliyyət dövrünə aid olan hadisələrin xronoloji ardıcıllığını seçməliyik. Bax, burada nəyə diqqət eləmək lazımdır? Bu tip formalı testlərin hazırlanmasında biraz fərqli nüansdan da yanaşılır. Məsələn, daha çox Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin fəaliyyət dövrünə aid olanları seçib xronoloji ardıcıllığı düzmək belə də vurğulanır. Amma burada konkret olaraq, məsələn, ikinci hökuməti dövrünü müəyyən eləyəndən sonra biz o ikinci hökumətin fəaliyyət dövründə xronoloji ardıcıllıqla olan hadisələri seçirik, daha sonra isə xronoloji ardıcıllıqla düzürük. Bizim A bəndimizdə diqqət edirsinizsə bütün hamısının ardıcıllığı göstərilib, doğru ardıcıllıq göstərilmiş ola da bilər, olmaya da bilər, amma bu sadəcə olaraq bizim ikinci hökumət kabinetinə aid olmayanlar mövcuddur. Onlardan biri məhz Osmanlı dövləti ilə sülh dostluq müqaviləsi, bu birinci hökumətə aiddir. Gürcüstan Respublikası ilə hərbi müdafiə müqaviləsinin bağlanması dördüncü hökumətin fəaliyyət dövrünə aiddir. Biz sadəcə olaraq ikinci hökumətə aid olanları seçirik. Deməli, onlar hansılardır? 1. 18-ci ildə ikinci hökumətə düşür. Ondan sonra Xəzər Ticarət Donanmasının gəmilərinin sahibkarlara qaytarılması bu düşür 18-ci ilin oktyabrında. Bir də Türk dilinin dövlət dili. Bu üç hadisəni xronoloji ardıcılıqla bölsək bizim doğru cavabımız artıq burada D bəndi olacaq. Növbəti bizim nümunəmiz Cümhuriyyətin parlamentinin fəaliyyətinə aiddir. Türk-Azərbaycan dilinin dövlət dili olması haqqında qərarın qəbul olunması dövründə hələ demək ki, ikinci hökumətin qanunvericilik fəaliyyətinə aiddir. Çünki Milli Şuradan müəyyən müddətdə qanunvericilik səlahiyyətlərini almışdı. Parlamentin, heç o dövrdə parlament hələ yaradılmamışdı. Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun bizim demək ki, doğma ali təhsil müəssisələrinin ilki olandır və bu elə məhz 19-cu ildə parlament tərəfindən bu qanun qəbul olunubdur. Gəncənin və Cəbrayılın tarixi adlarının bərpa olunması qərarının qəbul olunması bu
daha çox bu yer adlarının dəyişdirilməsi qanunverici səlahiyyətə malik olmuş olsa da, amma bu Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aiddir. Bu gün günümüzdə Azərbaycan Milli Məclisi səlahiyyətində bəzi belə bir xüsusiyyətlər var. Müəssisələr Məclisi seçkilər haqqında əsasnamənin tətbiqi barədə qanun qəbul olunması, bu əsasən bu dövrə demək ki, aiddir, yəni parlamentin fəaliyyətinə aiddir. Naxçıvan General Qubernatorunun yaradılması barədə qərar qəbul olması, bu isə 3-cü hökumət kabinetinin qərarıdır. Bizim doğru cavabımız burada C bəndidir, yəni 2 və 4. Bu tip test forması daha çox qapalı testlərdə düzdür, mənbə tipli mövzulardan biz istifadə edirik, bu bizim təcrübəmizdə var. Azərbaycan Xalq Cümhuriyyətinin deməli, İstiqlal bəyannaməsindən götürülmüş müəyyən bir bənddir. Azərbaycan Xalq Cümhuriyyəti ən çox diqqət olunası nüanslardan biri millətindən, məzhəbindən, sinfindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlara siyasi hüquqlar və vətəndaşlıq təmin edir. Deməli, Şərq dünyasında, yəni müsəlman şərqində Azərbaycan Xalq Cümhuriyyəti ilk yaradılmış respublikadır. Hətta Türkiyə Cümhuriyyətindən daha əvvəl daha çox tədbirlər görübdür. Onun əsas xüsusiyyəti demokratik dövlət quruculuğu işlərinin aparılmasıdır. Hətta müsəlman şərqində qadınlara da geniş hüquqlar verən demək bir cümhuriyyət olmuşdur. Burada bizdən nə soruşulur? Mənbədə əks olunan prinsip və müddəalara əsasən hansı nəticələri çıxartmaq mümkündür? Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti hüquqi baxımından vətəndaş bərabərliyi prinsipini qəbul edir. Vətəndaş bərabərliyi ilə biz onsuz da buradan bütün vətəndaşlara siyasi hüquqlar verilməsi və hamısına fərq qoymadan hüquqlar elə bizim bu doğru cavabı artıq özünü göstərir. Dövlət idarə etməsində dini mənsubiyyət əsas meyar kimi müəyyən edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti bildiyimiz kimi dünyəvi dövlət idi və orada dini mənsubiyyət əsas meyar kimi götürülməmişdi. Bu da bizim mənbəmizdə özünü göstərir. Artıq məsəl üçün dinlə bağlı məzhəb məsələsi var. Onu göstərir ki, heç kimə fərq qoyulmamalıdır. Dövlətin siyasi sistemi liberal demokratik prinsiplərə əsaslanmışdır və biz bunu bugün də fəxrlə deyirik ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik respublikadır və bu da bizim doğru cavabımızdır. Qadınlara siyasi hüquqların verilməsi üçün hüquqi baza yaradılmışdır. Bu da orada özünü göstərirdi. Artıq görürük ki, cinsindən asılı olmayaraq bütün hər kəs bərabər idi. Ona görə də doğru cavabımızdır. Dövlət yalnız türk müsəlman əhalinin siyasi üstünlüyünü təmin etməyə qarşısına məqsəd qoymuşdur. Bu doğru cavab deyil. Azərbaycan Xalq Cümhuriyyəti tolerant bir dövlət idi. Avropanın və dünyanın demokratik adından fəxr edib üzə çıxan ölkələrdən daha çox demokratik, daha çox insan hüquqlarına diqqət edən bugün dünya tarixində olan hadisələrdə həqiqətən onu göstərir ki, elə ən demokratik demək ki, dövləti elə biz özümüz qurmuşuq. Burada da doğru cavabımız 1, 3 və 4-dür. Növbəti test nümunəmiz daha çox səbəb-nəticə əlaqələrinə aid uyğunluğu tələb edir. Son zamanlar hazırlanan çox maraqlı bir test formalarından biridir. Tarix müəllimlərimizin əksəriyyətinin bəyəndiyi bir test formasıdır. Burada Qarabağın dağlıq hissəsində Azərbaycan hökumətinə qarşı ermənilərin qiyam qaldırması Cümhuriyyət dövründə nəyə gətirib çıxaracaq? 11-ci Qırmızı Ordunun Bakıya daxil olması üçün şərait yarandı. Burada A bəndinə General Thompsonun rəhbərliyi etdiyi İngilis qoşunlarının Bakını tərk etməsinin bir xeyli qabaqdır, bununla əlaqəsi yoxdur. Bakı və Dağıstan sərhədlərindən ordu hissələrinin Qarabağa göndərilməsi. Bu, Sovet Rusiyasının öz məkirli siyasətindən biri idi ki, hər zaman olduğu kimi bugün də eyni siyasəti davam etdirirdilər. Azərbaycanın Qarabağın dağlıq hissəsində, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə ermənilərin hücumlarını təşkil etdilər və Azərbaycan Xalq Cümhuriyyəti ərazi bütövlüyünü qorumaqdan ötürü məcbur qalıb bütün bölgə ərazisində olan ordu hissələrinin əsaslarını həmin bölgəyə yığmağa çalışdı və bizim demək olar ki, sərhəddə çox az sayda Rusiya ilə sərhəddi nəzərdə tuturam, az sayda demək ki, hərbi hissələrimiz qaldı və bu şərait Bakıya 11-ci Qızıl Ordunun yol açmasına gətirib çıxardı. Düzdür, burada bəzi bəhanələr də var ki, güya Anadoluya köməyə gedirlər, amma nəticə etibarilə bunun nəticəsidir ki, doğrudan da doğru cavab özünü göstərir burada. Bu test forması daha çox xəritədən istifadə olunsa da, burada bu xəritə
bizim mənbə deyək ki, mənbəmiz kimi istifadə olunur. Niyə görə? Çünki Azərbaycan Xalq Cümhuriyyəti Paris konferansına öz nümayəndə heyətini göndərəndə məhz Əlimərdan bəy Tozbaşovun başçılığı altında olan nümayəndə heyəti Paris konferansında Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini vermişdi. Bu xəritədən daha çox bizim dərslikdə də özünü göstərir, amma biz burada bunu mənbə kimi istifadə eləmişik. 19-cu ildə Paris Sülh Konferansında təqdim olunmuş AXC-nin xəritəsinə və həmin dövrün geosiyasi vəziyyətinə əsasən aşağıdakı fikirlərdən hansılar doğrudur? Testin tələbi bundan ibarətdir. AXC cənub-qərbdən Türkiyə Respublikası, cənubdan isə Qacarlar ilə həmsərhəd idi. Burada diqqət olunası məqam odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövründə Türkiyə Respublikası qurulmamışdı hələ. 1923-cü ildə aiddir. Ona görə biz buradan elə birinci olaraq ona baxıb biri sıradan çıxarırıq. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təqdim edilən rəsmi xəritədə, yəni bu xəritə nəzərdə tutulur, Naxçıvan, Zəngəzur və Qarabağ ölkənin ayrılmaz hissəsi kimi göstərilirdi. Diqqət olunsa, burada doğrudan da Azərbaycan həmin bu ərazilərdə özünün əsas hissəsi kimi qeyd edilibdir. Düzdür, bu xəritə orijinaldan fransız dilindən tərcümə olunmuş versiyasıdır, amma tarix müəllimlərimiz çox asanlıqla demək həmin xəritənin orijinalını da açıb baxa bilərlər. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündən etibarən təqdim edilən xəritədə göstərilən bütün ərazi üzərində tam nəzarətə malik idi. Bu diqqət etdiksə burada elan olunduğu gündən etibarən yox, sonradan hazırlanmış bir xəritədir. Ona görə biz onu doğru cavab kimi götürə bilmirik. Ermənistandan fərqli olaraq Gürcüstan Respublikası ilə AXC arasında ərazi mübahisələri mövcud deyildi. Mövcud idi. Gürcüstan da Azərbaycanın bir sıra ərazilərini iddia eləyirdi. Düzdür, bu bizim ayrı mövzunun məsələsidir. Burada doğru cavabımız yalnız 2-dir. Doğru cavab burada 2-ni götürürük. Növbəti test formamız yenə Venn diaqramından istifadə etmişik. Bayaq yadınızdadırsa Azərbaycan Xalq Cümhuriyyətinin hökumətlərini müqayisə etmişdik. Burada isə Azərbaycan Xalq Cümhuriyyətində və Azərbaycan tarixində böyük rol oynamış tarixi şəxsiyyətləri müqayisəli təhlil edəcəyik. Azərbaycan Xalq Cümhuriyyətində müəyyən müddət qanunverici orqana rəhbərlik etməsi həm Məhəmməd Əmin Rəsulzadəyə, həm də Əlimərdan bəy Tozbaşova aiddir. Çünki Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri olmuşdu. Qanunverici səlahiyyətə malik idi Milli Şura. Həm də Topçubaşov da parlamentin rəhbəri olmuşdu. O da qanunverici səlahiyyətə malik idi. Beynəlxalq konferansda AXC nümayəndə heyətinin tərkibində iştirak etməsi hər iki tarixi şəxsiyyətimiz beynəlxalq konferanslarda iştirak ediblər. Batum konferansında məhz Məhəmməd Əmin Rəsulzadə iştirak eləmişdi. Əlimərdan bəy Topçubaşovu da artıq çox danışdıq. Bu haqda Paris konferansında nümayəndə heyətinin hətta rəhbəri olmuşdu. Bu da bizim deməli hər ikisinə aid etdiyimiz cavabdır. AXC parlamentinin son iclasında hakimiyyətin bolşeviklərə verilməsinə qarşı çıxması, bunun haqqında yanılmıramsa artıq bir dənə yaxşı bir film də hazırlanıb, qısa metrajlı olmuş olsa da, Məhəmməd Əmin Rəsulzadənin parlamentdə son çıxışında kəskin şəkildə sosialistlərə, kommunistlərə hökumətin təhvil verməsinə etiraz edirdi. Və bayaqki test nümunəsində Bakıya gələn Rus ordusunun, Sovet 11-ci Qızıl Ordunun təsiri böyük idi, amma təəssüflər olsun ki, Məhəmməd Əmin Rəsulzadənin çıxışı, sərt çıxışı Cümhuriyyətimizin süqutunun qarşısını ala bilmədi. Biz bu tarixi gerçəkliyi təəssüf ki, yaşamış olduq. Azərbaycan nümayəndələrinin tələblərini əks etdirən memorandumun Wilsona təqdim edilməsi Paris konferansında nümayəndə heyəti Əlimərdan bəy Tozbaşov olduğu üçün elə bu memorandumu da o təqdim etmişdi. Ona görə bizim doğru cavabımız burada D bəndidir. Diqqətinizə görə təşəkkür edirik. Bütün sertifikasiya imtahanında iştirak edən tarix müəllimlərimizə uğurlar arzulayırıq. Ramil müəllim, geniş izahınıza görə biz sizə təşəkkür edirik və mən əminəm ki, bu veriliş digər verilişlər kimi müəllimlər üçün çox faydalı olacaq və sertifikatlaşdırma imtahanında onlara dəstək olacaq. Minnətdarıq. Çox sağ olun. Hörmətli müəllimlər, biz bugünlük verilişi yekunlaşdırırıq. Növbəti verilişlərdə görüşənə qədər.